İnstitutla Qarabağ klubu arasında sadəcə rəsmi yox, eyni zamanda peşəkar səviyyədə də çox ciddi əlaqələr, münasibətlər mövcuddur. İnstitutun Elmi Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəli şəxsi Qarabağ Futbol Klubunun həkim dietoloqu, qidalanma mütəxəssisi kimi də fəaliyyət göstərir. Bu da o deməkdir ki, bizi, ölkəmizi beynəlxalq turnirlərdə ən yüksək səviyyədə təmsil edən futbolçularımızın qidalanması, qida rasionu məhz birbaşa institutun elmi-texniki potensialı çərçivəsində həyata keçirilir. Mütəxəssisimiz vasitəsilə komandanın menyusu, qida rasionu, qidalanma rejimi idarə olunur və ən son elmi yeniliklərə əsasən və fərdi yanaşma prinsipi əsasında qidalanma proqramları tərtib olunur. Düşünürəm ki, institutun sahib olduğu həm güclü mütəxəssis bazası, həm laboratoriya, elmi-texniki baza bizə bu işləri görməkdə kömək edir, imkan yaradır.